Amma itki qalıqları, bax bu gün bir çox fermerlərimiz deyir ki, mən peyin verirəm, alaq çıxır. Yəni mən açığını desəm, sahədə alağı görəndə sevinirəm. Nə mənada? Çünki həmin torpaq canlı bir orqanizmdir. Əgər orada alaq bitirsə də, deməli torpaqda münbitlik var. Torpaqda bir nətər deyim, həmin Bu o torpaqdan maraqlı bir şeydir. Əksər hallarda biz deyirik ki, alaq otları sahədə, yəni şeydirsə onları yandıraq, nə bilim, nəsə də axır onu bir elə eləyək ki, bu aradan götürülsün. Amma siz deyirsiniz ki, orada alaq otlarının olmağı, təbii ki, bunun bir özünə bir elmi bir izahı da var. Biz onu gözləyirik ki, bir elmi izahını verəsiniz. Buyurun. Çünki ölkəmizdə 1000 hektarlarla torpaq var ki, heç orada alaq da bitmir. Yəni həmin o torpaqları əkinə götürəndə baxıram ki, yəni alaq bitməyən torpaq ən problemli torpaqdır. Alaq bitən torpaqda isə onun göstəricisi. Hətta müəyyən alaqlar var ki, onunla aqronomiyada torpağın pH-ını müəyyən eləmək olur.